50 ilini həsr edib, lampa şüşəsi bişirmək bunun sənətidir. İndi bunu cavan bir oğlan görür, deyir, yaxşı pul var, gedim mən də öyrənim. Deyir, aday, gəlmişəm, deyir, ay oğul, xoş gəlmişsən. Nəyə gəlmişsən? Deyir, peşəni öyrənməsən, deyir, şərtim var oğlum. Şərtim sadədir. 3 il yanımda olacaqsın, 5 dənə odun gətirərsən. Mən sonda, sözü unutmayın sonda, mən sənə sirri verəcəm. Yemək də verəcəm, paltar da hər şey yendi. Bu oğlan 2 il baxır. Oradan baxır, buradan baxır. Deyir, xop, mən öyrəndim. Deyir, dayı, mən gedirəm. Deyir, oğul, get yaxşı yol. Gəlir həmin peçi eləyir, hazır şüşəni. Gəlir günələri, saçları, mən alıram, aparam partlayır. Bu başa düşür ki, bu səhv eləyib. Deyir, baxmaqla öyrənmək olsa, atalarımız deyir, it birinci qəssab olar. Çünki bütün vaxtı qəssabın yanındadır yanı. Deyir, qayıtmışım, kişi deyir ki, ay oğul, xoş gəlmişsən. Yenə bu bir il tamamında səhər gedəcək, axşamdan belə deyir, ay dayı, deyir, ədə, sözüm sözdür. Bax, bu kişi sözü deyilən bir söz var da, insan üçün. Səhər gedəndə, arabaya minəndə deyir ki, ay oğul, indi onu mən atırən soruşuram. Deyir, bu şüşə pişəndə, ocaqda da, bunun içinə, sizdən də soruşum, deyin də, mən atırən soruşuram. Dazsız, iyisiz qaz yığılır. O hansı qazdır? İki qaz tanışlar. O biri nədir? Həm qazı. Bu oksigen buraxdığımız. Ay, sağ ol. Deməli, o şüşənin içində karbon qazı yığılır. O içində qaldığına görə deyir, onu qoyursan, o dəqiqə partlayır. İndi bu kişi bunu tapmaqdan ötürü ömrün 50 ilini həsr edib. Bu oğlan qarız nə desə yaxşıdır. Deyir, adayı, 3 ildir mən bir dənə pif oturmuşam. İndi əzizim, peşəkar olmaqdan ötürü insanlar bütün ömrünü qoyublar. Bu çox maraqlı bir məqamdır. İkinci bir məqamda deyirəm ki, baxın da, misal var. Deyir, al bıçağı, kəs almanı, ver yara dilim. Mən onu təhsildə açmasını belə verdim. Ümumiyyətlə, bir var ki, almanı bütövdə işləyəsən, ya hər hansı bir meyvəni. Sən onun dadını bilə bilərsən həmin anda? Yox. Amma onu kiçik onda tamsına. Görürsən, uşaq anadan olur, sütü verir ana. Yağ yemək. Uşaq neyini? Mən dili ilə görür, dili ilə çıxardır çölə. Amma qəbul təhsil də belədir. İş də belədir, mənim əzizlərim. Gərək onun başa düşdüyü dildə izah eləyəsən. Mən Gəncədə demə bir getdim, vaxtım çox məhdud olmasa baxmayaraq. Məktəbin müəllimləri əl çəkmək ki, Zülfiyə, məndən də qabaq gediblər 10 gün, hərəsi bir nə qədər pul alırlar o təşkilatlardan. Kurikulum təhsili haqqında keçiblər. Nəsə, heç kəs heç nə başa düşməyib. O dedi, bu dedi. Dedim ki, ay insanlar, bu çox bir şadə şeydir. Baxın, nə var? Məktəbdə var, kitab var, dəftər var, plan var, proqram var, dərslik var, təhsil şöbəsinin əmri var, təhsil nazirinin, dövlətin hamısına bir yerdə. Ona avtavoy, bir var univerma, bir var universal. Onlar buna kurikulum deyir. Yəni, təhsil fıraqı, təhsil sənədi. Üstədə bir misal çəkdim ki, biri həkimlik oxuyub, mal həkimi. Gəlirlər ki, gəl bu fili müalicə elə. Bu da fırranı tapa bilmir ki, bunun başından ayağına. Deyir başına. Mən dedim ki, cəmaat başa düşdünüz. Sualdan soruşam, bütün hamıdakı Zülfiyə müəllimə, biz onu anladıq. Recording in progress. Sözündür ki, ay müəlliməm, bu nətər oldu? Deyirəm, ay bala, hər ki, uşaq da istedaddır, müəllimdir. Mən o filin quyruğu ilə xortumun yerini dedim, o başa düşdü də. İndi bu küçədə az qalır ki, ürəyə gedək ki, gərək sadə, anlaşıqlı dildə olsun. Mən dil haqqında danışan adamam, dildən yazı yazanam. Var Qafqazda incə dil, incə zərif olan dil. İnan dilinə tayyib, belə yoxdur, belə bil. Bunu sevək, öyrənək və mən bunu danışanda, orada mən videolum var, atarım genə günəldə, onu sizin üçün də atar. Almanlar dedi ki, bu nə danışıqdır? Elə bil bülbül oxuyur. Mən durdum söz aldım, dedim bütün dilləri sevirik. Öz dilimizi dedim. Dedim, rada vas vidit, I am very good, ürəyə getdi gülməkdən. Adam neçə dil bilsə, o gözəldir, amma birinci öz dilimizi sevirik. Mən orada çıxışımda da gələn dedim ki, məktəbdə uşaqlar ibtidai təhsildə mütləq ana dilində təhsil almalıdır.
böyük tədbirdə izah elədim ki, ən çətin anda dünyaya uşaq gətirən qadın hansı millətdən olursa olsun, öz ana dilində çağırır öz anasını. İngiliscə çağırma, ərəbcə çağırma, öz ana dilində. Bu Allahın bizə bir işarəsidir. Təfəkkür ana dilində inkişaf edir, mənim əzizlərim. Və eyni zamanda yenə də o məqama demək istəyirəm ki, yəni peşəmiz çox gözəldir. İnanın ki, bu peşənin əvəzi yoxdur. Misal üçün, mən uzun müddət işləsəm də, misal üçün, heç mən xanım sözünü sevməmişəm. Amma əlbəttə, xanım xatınlıq, o da ilahidən gələn bir şeydir insana. Elə müəllimə deyirəm, ay bala, özüm zarafat edirəm. Əslində, kaş Allah hər kəsə o gözəl ömür bəxş eləsin. Ömür Amin. çox qısadır da, hər yaşda o bizim üçün maraqlıdır. Əlbəttə, gənclik xüsusi bir enerjidir, böyük bir, deyir, nətərdir, deyir, cavanlıqdan qocalığa güc sağla deyib kişilər, pulluluqdan pulsuzluğa pul sağla, üz sağla. Bunlar elə belə deməyiblər. Bax, bunların hamısının bir mənası var, əzizim. Mehriban, təşəkkür. Başqa kim var? Mehriban, Ben de ben yok. Aha. O Nicat Hanım idi. Mehriban, benim adım Bir daha Samira sizə Məhəmməd. təşəkkür edirəm müəllimə. Belə təlimlərdə çox iştirak edin. Sizin Oldu, kimi gözəl. insanların təcrübəsi bizim üçün faydalı. Çox sağ olun, təşəkkür edirəm. Kürdəmirdən Buyurun. sizə salamlar. Oy, az o Kürdəmir deyir ki, deyir, Sığırı məktəbində bir müəllim vardı, mən tanıyıram o Kürdəmir. Mən Göyçay keçəndə, mən Göyçalıyam. Deyir, harda yaşayırsan? Deyir ki, Ərəbistanda. Deyir, nə danışsan? Deyir, Kürdəmirdə istinə qədər olur da, özün bilirsən. Amma şükür Yox, Allaha razı deyiləm, razı deyiləm. Mən yurdumu çox Amma sevirəm. indi yaxşıdır. Yox, Yox. abi, qodalın deyim də. Amma əslində məlum olub ki, elə günəş enerjisinin, o D vitaminin çoxu Kürdəmirdədir. O birlər onu görmürlər. Yox, Allahın yurdumu biri. çox sevirəm. Çox sağ Əlbəttə, olun. Bir çox daha gözəl. təşəkkür edirəm. Oldu əzizim, buyurun. Növbədə kimdir? Kimsə varsa buyursun. Günel xanım, ben onlar, benim Samira Məhəmməd. Gözəl məlumat Mehriban nədir? xanım, Mehriban xanım bildirsin, sonra Samira xanım sizə Aha. keçəcək. Günel müəllimə, Aha. ben Mehriban, ben de. Elə Tamam. Mehriban deyiləm. Mən Neçə Samira dəqiqəmiz var? Məhəmmədəm. Dəqiqəmizi denən ki, çatdıraq. Balcanın adıyla qoşulmam. Aha. Zülfiyə xanım, mən sizə təşəkkür edirəm. Bir də axşamınız xeyir olsun. Samira Əlməd danışan. Mehriban adı ilə qoşuluram, ancaq adım Samira Məlmədir. Zənglar rayon 5 nömrəli tam orta məktəbin müəlliməsiyəm. Çox Nə gözəl gözəl, bir nə gözəl. təlim oldu. Çox Allah razı olsun. yəni dinlədikcə insan istəyir ki, saatlarla sizə qulaq assın. Hər bir sözünüz, hər bir kəlməniz demək olar ki, hər bir kəlmənizdə böyük bir məna var idi. Bəli, onu dinlədikcə o kəlmələrdən kəlmə çıxır, nəticə çıxartmaq Bəli, lazımdır bəli, ki, yəni düz. daha da öz üzərimizdə işləyək, daha da təcrübələrimizi artıraq. Günel xanımı zaten Günel xanımı tanıyırıq. Yəni Günel xanım bizim ürəyimizdir. Sizi də bugün görməyimizə lap çox şad olduq. Xüsusən də bir mövzuda o qədər xoşum gəldi ki, yəni bu şagirdlərin ağırlıq Bəli, bəli. yəni O verilişə gözəl baxarsınız, verilişdə ağırlıq demişəm dərsini mən. çox gözəl qeyd etdiniz. Hmm. Bu o qədər uşaqların yaradıcılıq bəli, yaradıcı qabiliyyətinə o qədər təsir eləyir ki, yəni ancaq hər kəsin ancaq ana dili riyaziyyatı bilmək belə bir potensialı Ay yoxdur. balam, əslində Yəni, o bu ikinci uşaqlar dərəcəli fən birincidir. Musiqi dərsi, əmək, indi buyur, əzizim, buyur, gözəlim. Hə, eşdirirsən, Qərəfil xanım. Mən sizə təşəkkür Deməli, mən edirəm aslında. Zülfiyə xanım, təlimə görə sizə çox təşəkkür edirəm. Buyur canım, Mən buyur. son vaxtlar qoşulmuşam təlimədə. Hardasa əvvəllər bilmirdim, sonradan xəbərim oldu. Çox sağ Hə, nə olsunlar. gözəl. Təşkil eləyənlər, mən də qoşulmuşam. İndiyə Çox gözəl. qədər hardasa bir 10 dənə təlimə qoşulmuşam. Mhm. Sizin necə deyərlər? Elə bil ki, bu uşaq anadan olur ki, belə ana Aha. yavaş-yavaş uşağı dil açmağı öyrədir. Bax, elə gözəl təlim keçirsiniz ki, mən sizə təşəkkür eləyirəm. Elə bir süzgəsdən keçirirsiniz, hər şeyi o qədər incəliylə başa salırsınız ki. Bax, mən elə ona görə əl qaldırdım ki, sizə canlı şəkildə təşəkkür edeyim, çatda Mən yazmayayım. sizə təşəkkür edirəm, Çox təşəkkür edirəm. Günel xanıma təşəkkür eləyirəm. Nə Ki, gözəl. bax, bu gözəl, necə deyərlər, təlimlərimiz bol olsun. Əlbəttə ki, Hər əlbəttə. zaman sizi necə sevə-sevə dinləməyə hazırıq.
Çox sağ Allah olun, sən bir çox daha təşəkkür edirəm bu təlimə görə. Qərənfil xanım, mən sizə təşəkkür edirəm. Mən Azərbaycanda yox, dünya üçün təlimçi bacaqlar sənədinin müəllifiyəm. Milli məsəlçi Bəli. kimi. İndi hamı deyir təlimçi, heç məni yaxına qoyan da yoxdur. Yox, Deyirəm, Zülfiyyə ay xanım, bala. Yox, sözümü nəyə girmək istəyirəm? Gedir təlimə, 3 ildən sonra bedir, ay Zülfiyyə müəllim, elə qəşəng təlim keçdim, bu il başa düşdüm. Motivasiya nə olduğunu bildim. Deyirəm ki, ay bala. Bəs indi niyə bu müəllimlərimiz bax xidmətdən kənarda qədər institut var idi, təkmilləşmə institutunda mən çalışdım. Müəllim 5 ildən bir gəlirdi. Sanatoriyamızda qalırdı. Orada yatırdı, dururdu. Bir-birinə tanış olurdu. Öyrənib gedirdi. Hamısının qulluğunu tuturdu. İndi bu yoxdur da müəllimə. Ona görə bu bizi çox incidən bir şeydir. Şübhəsiz ki, başqa bir danışan varsa onu da dinləyək ki, Günel kim var bizdə. Zülfiyyə xanım, bir dənə də bir söz Buyur. deyim. Mən sizi tanıyıram. Mən Təbii. əvvəllər Müəllimlər İnstitutu Sumqayıt filialında işləmişəm. Hə, Sonra mən da biz olmuşam sizdə. Sumqayıt Dövlət Universitetinə Bəli, imtahanla qəbul olunmuşuq. Müəllimlər İnstitutu Hı. bağlanandan sonra. Siz Bəli, deyirsiniz, amma mən sizi əvvəldən tanıyıram. Biz əvvəlcə də gəlirdik Baş İnstituta Bəli. bura. Bəli. Orada təlimlərimiz olurdu. Mən sizi Ay, Həsən ona müəllim vardı. demək Sizdə Demək Həsən istəyirəm ki, vardı, məktəb var əvvəllərdən idi də. tanıyırıq sizi. Rayonda. Çox gözəl bir daha təşəkkür edirəm, təlimdir. Uğurlar bol olsun. Belə Qərənfil deyək. xanım, çox təşəkkür edirəm. Mən şad oldum. Bəli, orada mən Batı Sumqayıtda mən çox çalışmışam. Həqiqətən çox o təhsillə maraqlıyam. Filialımıza da Həsən İqtisad Elmə baxırdı, mətləb vardı orada. Sonra Raya xanım vardı. Və Bəli. digərləri. Mən orada gəlib işləmişəm. O yoxlama, yox, kömək məktəbindən gəlib sizdə olmuşam vaxtı ilə. Təşəkkür edirəm. Başqa kim varsa sizi dinləmək istəyirəm. Zəhmət olmasa sonra yığacam axırda. Nəticəni necə yığılır göstərim. Buyurun. Olar mı bir dəqiqə? Can. Öncə Günel müəllimə, Zülfiyyə xanım sizə də çox təşəkkür edirik. Gecənin Sağ bu vaxtında dəyərli vaxtınızı bizə ayırdığınız üçün, gözəl, necə deyim, dəyərli, yadda qalan çıxışlarınız üçün də sizə sonsuz təşəkkür edirik. Buyurun. Mən bayaq da dedim, mən təhsil forumunun bütün tədbirlərinə gedirəm. Emin müəllimin təşkil elədiyi. Mən Siz orada orada oluram da həmişə. Mən elə olub ki, arxa sırada oturmuşam. Siz eləyəndə mən gəlirəm, gizlincə gəlmişəm qabaqdan ki, qoy Tribuna sözlərindən istifadə Yox. etməlisiniz, amma o qədər gözəl misallar gətirdiniz, Bəli. o qədər gözəl danışdınız. Bütün məqamlarda razıyam sizlə. Hı-hı. Mən də özümü bir köhnə nəslin nümayəndəsi hesab edirəm. Baxdım sizin elə dosiyenizi oxudum. Siz əgər Krupskaya medalı ilə təltif olunmuşsa, deməli siz Sovet ənənələrinə də biraz, yəni təhsil sistemindən söhbət gedir. Bəli, bəli. Biraz indiki ilə fərqli də bilirsiniz. O vaxtda biraz müəllimin hörməti falan daha yaxşı idi. Bir Bəli, ara bəli. 90-cı illərdə müəllimin nüfuzu biraz düşdü aşağı. Biz onu hələ bu vaxtadan deyim ki, bəlkə də qaldıra bilməmişik. Niyə? Bəli. Çünki universitetlərin sayı çoxdur. Müəllim belə deyək ki, diplom alıb cəmiyyətdə müəllim kimi atanların sayı çoxdur. Ona görə ola bilsin ki, biraz reytinginiz aşağıdır. Amma siz bu gün oraya qaldırdınız. İnanıram ki, burada qulaq asan müəllimlərin hamısı sizin söhbətinizdən daha da qürrələndi. Sizə Bəli. ona görə təşəkkür edirəm. Allah sən razı olsun. Danışığınızın qabağında başqa bir söz deyə bilmərəm, amma o bir sözünüzə misal bir söz deyim. Yəni Allah kimə nə götürə bilirsə onu verir. Bəli, bəli. Barışıqlının Dəli Kör romanında bir kəndçinin biri şikayət edir Molla Sadığa ki, vallah deyir Molla Sadıq, mənim uşağım neçə ildir gəlir gedir, heç nə öyrənə bilmir. Molla Sadıq da düzdür orada yaxşı tip kimi qələmə verir, amma qayıdır cavab verir ki, deməli Allah Taala özü səni öz sirrinə, övladını öz sirrinə vaqif eləmək istəməyib. Bəli, bəli. Çox düzdür, çox düzdür. Bəli. Fikirlərinizlə razıyam, çox danışmaq istəmirəm. Müəllimlər çoxdur burada. Bəli. Amma bir balaca diləyim var, icazə verin onu böyük kimi Buyurun. sizə eləyim. Buyurun. Mən siz deyən kimi müəllim olmağa çalışmışam həmişə. Mənim bir balaca təlimim oldu burada, sağ olsun Günel xanım. Sadəcə mən təlim keçmədim deyim ki, elə belə söhbət elədim və axırda yoldaşlara bir balaca 5 dəqiqəlik video göndərdim. Siz o videodakıları hesab edin ki, bir də təkrar bizə çatdırdınız. Bilməm kimsə Nə baxmış. gözəl, nə gözəl. Günel, Orada- bir dənə üzr istəyirəm. Bir dənə belə ekrandan şəkil çəkərsən də, bir də Buyurun. aydın. Hə. Bəyəm, qoy bir dənə, indiki bir vaxtımız var.
mən bir məqam dedim, peşək Dediyi sözləri əməldə olan Zülfiyə müəllimə. Mən sizi çox sağ ol, istəyirəm. sağ ol. Saçı xanım deməli Cəlilabad filialının əməkdaşıdır, yüksək səviyyəli əməkdaşıdır. Fəxr edirəm ki, mənim bax belə gözəl əməkdaşlarım var. Və buna görə də mən qürurluyam hər birinizə görə. Günel də bu gün girdi bu siyahının içərisinə. Ay Günel. Təşəkkür edirəm. Təşəkkür Neçə edirəm. dəqiqəmiz qaldı? Az müddətimiz qalıb, hardasa bir 4 dəqiqəmiz qalıb. Hə, maşallah, əslində az 4 dəqiqə də az bir vaxt deyil. Əvvəla nə demək istəyirəm, hər birinizə mən təşəkkür edirəm ki, bugün sizləri gördüm, tanıdım, gördüm canımın yarısında nə gözəl insanlar var. Siz də məni gördünüz də. Dediniz ki, ay, nə yaxşı müəlliməmiz var. Bu böyük bir xoşbəxtlikdir. Bu Allahın istəyidir ki, bizim belə bir görüşümüz alındı. Və bunun üçün mən Allahıma çox minnətdaram, çox şükranam. Əvvəla mən sizə bir informasiya da verim ki, sizə dediyim, mənim leksiyalarım təbii 3 qoşa saat leksiya deyirəm, vaxt tutarmır, heç kəsə qaçıb getmir. Hamı gəlir oturur ki, Zülfiyə məndə alın. Çünki burada çox gözəl bir seans gedir. İnsanlar rahata, ruhən, qəlbən, daxili aləmdə təmizlənmə gedir. Bu Allahın verdiyi xüsusi qabiliyyətdir. Hər birinizin o gözəl hisslərə köklənməyinizə görə mən Allahıma minnətdaram ki, bəli, bizim bax bu cür düşüncəli, bütün varlığının peşəsinə bağlı olan, öz Allahını sevən bəndələrə böyük ehtiyacımız var. Bir yazı yazmışam Dədə Qorqudla bağlı. Deyir Dədəm Qorqud istəyinə. Ey insanlar, siz birləşin nar kimi. Nar içində olan dənələr kimi. Nar içində olan dənələr bir-birini qoruyur. Ara kəsmə pərdələr dənələri qoruyur. Məhz qoruyanlar qorunur. Bax, ona görə deyirəm ki, əzizlərim, Yaradanın yaradan sevək, sevgimizə qoruyur. Sevgi deyən kimi qorxmayın. Mən bir ilahi eşq haqqında yazı yazıb, onu bir 2 dəqiqə çatdırım yönəldi. Misal üçün, Nizami 12-də deyir ki, eşqidir mehrab uca göylərin. Eşq isə rəy dönüyor. Nədir dəyərin? 4 əsr sonra Füzuli deyir ki, ya Rəbb, məni bəla eşqdə qılarsın məni, etmə bu eşqdən bir an kürdü məni. Bu nəzəriyyədir. 4 əsr sonra pratik Cavid nə deyir? Deyir, gözəl, sevimlidir cəllad olsa da, sevgi xoşdur sonu fəryad olsa da, uğrunda mənliyim bərbad olsa da, son iqrarım gözəllikdir, sevgidir, mənim tanrım sevgidir. İndi yeni əsr, yeni era, vaxt yoxdur. Bax, mən Zülfiyə müəllimə dili ilə bütün bəşəriyyətə elan olundu. İlahi eşq bir əfsanə, cazibəsi qayıbanə, o şəfqətdir, məhəbbət və ülviyyət, ünsiyyətdir. O elə böyük neymətdir ki, onu Allah bizə verib də. Ona görə təhsil sisteminə ünsiyyət sözünü gətirdim, əməkdaşlıq gətirdim, yeniliklər yazdım. Bu Allahın mənə verdiyi və mənim xalqıma, bəşəriyyətə bəxş elədiyi neymətlərdir. Mən ona görə qürurluyam ki, Allah mənə möhlət versin, ömür versin, necə ki, hamı kimi bir yerdə. Biz bunu sizinlə paylaşaq və artaq. Günel xanım, sənə çox təşəkkür edirəm, mənim gözəl qızım, cavan bir xanımsan. Çok sevdim. O kızların siyasında sen de saldık o siyahıya. Yanındayım. Söz haçan desen der, biz hazır senin kolluğunda. Bu müəllim kimdi bu indi geldi şatı? Kim hiç bu müəllim eşitmedi. Yani buyurun. Bizim sevimlimiz Anar Bey. Anar Bey, onda sözü varsa çatırsa bir saniye, sonunda özü yekunlaştır. Anar Bey, sözünüz var mı? Xeyr, Günel xanım, çox üzr istəyirəm, mən yenə qatıldım. Çox üzr hesab edin, indi çatdırdım özümü. Xoşdu, bilirəm. Aha, oldu, təşəkkür edirəm. Buyur Günel. Aha. Zülfiyə xanım, çox sağ olun, Bəli. təşəkkür edirəm. Həqiqətən, burada mesajlara toxunulası deyil, o qədər gözəl mesajlar almışam, o qədər hamı yazır. Onların hamısını çıxart, göndər mənə də, mən də oxuyayım. Gözüm üstə. Şəklini Ruhumuz çək. dincəldi, qidalandı, həqiqətən deyir, bizə lazım olan bir təlimlərdir. Burada chat bölməsində də yazıblar. Təşəkkür edirəm hər birinizə. Mən də hamısına təşəkkür edirəm onların. Minnətdarıq və ən əsas da Zülfiyə xanım sizə təşəkkürümüzü bildiririk. Həqiqətən belə deyim, siz bizim dəyərlimizsiniz həqiqətən. Bizim üçün çox dəyərli insanlardansınız. Allah sizlər eləsin. Əməyinizə sağlıq, Allah sizə can sağlığı, uzun ömür versin. İnşallah tezliklə bir canlı görüşümüz də olar. Bəli, böyük, ən böyük yer harasa ged oranı sanitələ. Gələk biz o zalı dolduraq. Gözümüzdə inşallah. İnşallah. Bir daha təşəkkür